Selamun Aleyküm. Aziz dostlar, her birinizi Allah'ın adıyla salamlayıram. Özelleştirme çiçeklerini satmayan bacılar ve kardeşler, size təcili xəbərim ve sualım var. Hakkınıza çatmaq istəyirsinizmi? Kompensasiya almaq istəyirsinizmi? Biz yaşlı insanlar uzun illərdir sizə kömək etməyə çalışırıq. Dostlar, bilirsinizmi, deputatlar və vəkillər sizə nəyi məsləhət edirlər? Deputatların və vəkillərin məsləhəti ilə Prezidentə yazılmış yeni məktub oxumusunuzmu? Kim oxuyub? Xahiş edirəm rəydə yazsın. Dostlar, Dostoyevskinin məşhur bir kəlamı var. O deyirdi ki, ləyaqət, şərəf və vicdanlılıq çox böyük hədiyyədir. Onu kiçik məmurlardan gözləməyin. Hətta Bakı meri, keçmiş Bakı meri Hacıbala Abdullah Abutalibov deyirdi ki, məmurlar arasında Azərbaycanda bir kişi var, o da prezidentdir. Bu səbəbdən ədalətin bərpası və haqqınızı almaq üçün deputatların və vəkillərin məsləhəti ilə cənab prezidentə yazılmış yeni məktubu hamının göndərməsi vacibdir. Deputatlar deyir ki, əgər siz hamınız birləşib dayanmadan ədalət tələb etməsəniz, heç kim sizin haqqınızı verməyəcək. Dostlar, 070 304 05 21 nömrəli telefona WhatsApp vasitəsilə öz adınızı yazıb göndərin. Sizə prezidentə yazılmış yeni məktub hazır vəziyyətdə göndəriləcək. Müraciət məktubu hazırdır. Oxuyun və istəsəniz əlavələr də edə bilərsiniz. Oxuyun, görün nə yazılıb. Haqqınızı bilin, tələb edin. Öz-özünüzə kömək edin. Dostlar, əgər hamı məktubu poçtdan göndərsə və qeydiyyata düşərsə, ən əsası sahibiniz çox olarsa, məmurlar məcbur qalıb mütləq cənab prezidentə düzgün məlumat vermək məcburiyyətində qalacaqlar. Poçt qəbzini mütləq saxlayın. Bir həftə sonra 1111 nömrəli telefon nömrəsinə zəng edib qeydiyyat nömrənizi öyrənin. Paylaşın, hamı bilsin. Qanun şahdır və heç bir fərman qanunla qoyulmuş qaydanı məhdudlaşdıra bilməz. Dostlar, bugündən başlayaraq bütün iyun ayı Facebook'ta özelleştirme çekləri qrupunda paylaşaq ki, hamı bilsin. Müraciət nə qədər çox olarsa, həlli də tez olacaq. Allah böyükdür. Sizdən hərəkət olmasa, bərəkət gözləməyin. Cənab prezidentin dediyi kimi, ədalət var, ancaq səbirlə mübarizə aparanlar onu tapar. Biz yaşlı insanlar və vəkillər uzun illərdir yorulmadan sizin üçün çalışırıq. Yorulduq deməyin. Nə qədər yazmaq olar, nə qədər Facebook'ta paylaşmaq olar deməyin. Ən azından prezidentə yazılmış məktubu oxuyun və göndərin. Əziz dostlar, sizdən bir daha xahiş edirəm ki, işçi qrupu adından xahiş edirəm ki, bu məsələyə biganə qalmayasınız ki, arzusunda olduğumuz o kompensasiyanı ala bilək. Sizə təşəkkür edirəm diqqətlə qulaq astığınıza görə. Vəssalamu aleykə və rəhmətullah.